Salam uşaqlar. Bu günləri biz sizə rabitə bölməsinin izahını verərkən uşaqların çətinlik çəkdiyi bəzi maddələrin formullarının yazılış qaydasını necə yadda saxlamağı öyrədəcəm. Birinci nədən başlayıram? Burada vinil asetilendən. Yəni sözlə yazanda vinil, asetilin, asetilin. Vinil asetilen nə deməkdir? Vinil deyəndə etendən, eten alkenlərin homoloji sırasının ilk nümayəndəsidir və etenlə hidrogenin biri qopur. Karbon 4 valentlidir, 2 valenti burada, ikisi burada. Karbon yenə 4 valentlidir. Burada hidrogen 2-dən olmalıdır. Hidrogenin biri qopdu, oldu radikal, vinil radikalı. Vinil sərf olunmamış bir valentə malik olan kimyəvi cəhətdən aktiv radikaldır. Yəni istifadə olunmamış bir valenti var. Asetilen alkinlərin ilk nümayəndəsidir. Etin və etinin digər adı və digər adı nə deyirlər ona? Asetilen. Asetilen. Asetilen alkinlər sinifinə aiddir. Alkinlər CnH2- 2 düsturuna uyğun olan maddələrdir. En böyük bərabərdir 2-dən başlayır. Etin sözündə karbon 2 dənə karbon atomu var və onların arasında 3 qat rabitə var. Karbonun valentinin 3-ü sərf olunub, bir valentinə hidrogen birləşib, bir valentinə yenə hidrogen birləşib. İndi baxın, bu maddə necə yadda saxlama olar? Asetilendən hidrogenin biri qopub, vinilə birləşib. Baxın, vinili deyəndə etendən hidrogenin biri qopdu və asetilen deyəndə, hətta onu qırmızına yazanda daha rahat görmək olar. Deməli, asetilen deyəndə yazıram asetileni 3 qata bitişən karbon atomların yazıram. Baxın 1, 2, 3 hidrogen. Asetilendəki hidrogenin biri törəmə nəyin törəməsidir? Asetilenin törəməsidir. Hidrogenin biri vinillə əvəz olunur. Bu maddənin adı nə oldu? Vinil. Buradan bura qədər radikalın adı vinildir. Bu isə asetilenidir. Nömrələmə 2 qata bitişən karbon atomundan gedir və bu maddənin adı nə olur uşaqlar? Nömrələyəndə olur bu maddənin adı buten. Neçə olur? 1, 2 qat rabitə birdən keçir və in 3. Elə belə də yazılır. Bu beynəlxalq adıdır. Molekulunda bir ədəd neçə qat rabitə var orada? 2 qat rabitə var. Və bir ədəddə 3 qat rabitə var. 2 qat rabitəni yazıram. Etendən hidrogenin biri qopur. CH2, CH2 eten idi. Hidrogenin biri qopdu. Asetilendən isə deməli hidrogenin biri çıxır. Asetilində hidrogen bax buradan vinillə əvəz olunur. 3 qat rabitə. Bu da CH. Asetilində necə yazırdıq? CH 3 qat rabitə yenə CH yazırdıq. Hidrogenin biri vinillə əvəz olunub. Nömrələyəndə 2 qata bitişən karbondan başlayırıq. Ən uzun zənciri seçirik. 2 qat olan tərəfdən nömrələyirik. 1, 2, 3, 4. Buten. Butandan ana atdım. N 2 qat rabitə birinci karbondan çıxır və in 3 qat rabitə isə çıxdığı karbonun nömrəsini göstərirəm. In 3. Bu beynəlxalq adıdır. Səmərəli adlandırmaya görə bu qara olan hissə vinildir və bu da asetilendir. Nə yazıram ora? Vinili yazıram. Vinili hələ vinil. Asetilen də yenə qırmızına yazıram ki, fərqlənsin, hiss eləyəsiniz uşaqlar. Asetilen, asetilen. Vinil asetilen molekulunda bir ədəd 3 qat rabitə var və bir ədəddə neçə qat rabitə var? 2 qat rabitə var. Bir ədəd 3 qat, bir ədəddə 2 qat rabitə var. Bir 2 qat, bir 3 qata bir tək qat rabitə ilə birləşir. İndi burada 2 qatın biri pi'dir. 3 qatda isə neçədən pi rabitəsi var? 2 dənə. Vinil asetilendə bütövlükdə 3 dənə pi rabitəsi var. Deməli, vinil asetileni kimya formulunu necə tapmaq olar? Vinil asetilen üçün kimya formulunu tapmaq üçün alkanların formulunu yazıram. Məsələn, ola bilsin ki, nə vaxt düşə ki, vinil asetilen hansı formula uyğundur? Vinil asetilendə 3 dənə pi rabitəsi var. Bir də təkrar edirəm. 1, 2 qat rabitə var orada. Və bir də 3 qat rabitə var. Onlar bir-birinə tək qat rabitə ilə birləşibsə olur vinil.
Vinil babı hissə vinil hissədir. Bu hissə isə astilindir. Astilindən hidrogenin biri qopub. Pi rabitələrin baxın, biraz da tünd rəngdə göstərirəm. Pi rabitələri 3 dənə pi rabitəsi var. 3 pi rabitəsini yaratmaq üçün 6 hidrogen atomu dehidrogenləşməlidir. 6 atomu mola çevirəndə 3 mol hidrogen ayrılmalıdır. 3 mol. 3-ü 2-yə vuranda neçə atom deməkdir? 6 atom. Və buradan 6 dənə hidrogen qoparıram. Alkanlardan plus 2-dən 6 da hidrogen qoparanda bir də təkrar edirəm. Hidrogen biri buradan çıxır. Bir dənə pi rabitəsi əmələ gəlir. Biri buradan nöqtə qoyduğum yerdə hidrogen 1, 2, 3, 4, 5, 6 da hidrogen qopur. 6 da hidrogen qopanda 3 dənə pi rabitəsi əmələ gəlir və 3 mol dehidrogenləşdirməliyəm. Molla neçə mol dehidrogenləşməlidir? 3 mol. Atomla isə 3-ü 2-yə vuranda, baxın atom deyəndə molu vurmaq lazımdır indeksə. 3-ü 2-yə vuranda 6 atom. O zaman ümumi formul necə olur? Sen H2 plus 2-dən 6 da atom hidrogen qoparanda böyük moduldan kiçik modulu çıxanda olur Cn H2n minus 4 düsturuna uyğun gəlir. İndi minus 4 deyəndə karbon neçədəndir? 4 dənə. 8-dən də 4 çıxanda C4H4. Vinil, nə deyirlər buna? Vinil asetilin. Və vinil asetilində, bir də yadınızda saxlayın, asetilin. Vinil asetilində 3 dənə pi rabitəsi var. 3 pi rabitəsini yaratmaq üçün 6 dənə atom dehidrogenləşdiriblər. 6 atom molla neçə mol oldu? 3 mol. Bu maddənin kimyəvi formulunu çıxartdım. Bəs sadə formulu necə olardı? Kimyəvi formulu vinil asetilin üçün oldu CnH2 minus 4. Bəs formulu C4H4 kimyəvi işarələr və indekslər vasitəsilə şərti yazılışı var. Qaz halındadır. Sadə formulu isə CH olardı. Sadə formulu CH-dır. Bura N-in yerinə 4 yazsam, karbonun sayı hidrogenin sayına bərabərdir. N-in qiyməti 4 olsa, C4H4 olacaq. N-i, karbonun N-i hidrogenin N-nə bərabərdirsə, əlavə olaraq yadınızda saxlayın. Hidrogenin dərəcəsi müsbət 1-dir. Karbonun dərəcəsi mənfi 1 olacaq. Biz rabitə keçəndə orada bir sual var idi. Karbonun sayı hidrogen atomunun sayına bərabər olan maddələrdə bu molekuldur. Molekulda hidrogenin dərəcəsi müsbət 1, karbonun dərəcəsini x-la işarə eləsək, x-i vurduq n-ə, xn, 1-i vurduq n-ə, müsbət n bərabərdir 0-a, xn də bərabərdir, n-i digər tərəfə keçirdiyində mənfi n-ə, x də bərabərdir mənfi 1-ə. Yadınızda saxlayın, bu n-ə bərabər olan, yəni karbonun sayı hidrogenin sayına bərabər olan maddələrdə karbonun valenti 4 olsa da, oksidləşmə dərəcəsi isə neçə 1-dir? Mənfi 1. Hidrogenin valenti 1, dərəcəsi isə mənfi 1-dir. Vinil asetilin. Sonra biz nəyi öyrənməliyik? Vinil asetilin barəsində vinil deyəndə 1-2 qat rabitə, asetilin deyəndə 1 3 qat rabitə ilə birləşir. Baxın, 1-2 qat rabitə, 1-3 qat rabitə birləşir. Karbonun valenti 4-dür. İkisi burada, ikisini hidrogenlə əvəz elədik. 1, 2, 3, bir dənə hidrogen atomu. 1, 2, 3, 4, hidrogenə ehtiyac yoxdur. 1, 2, 3, dördüncü də hidrogen. Nömrələmə yenə də 2 qat olan karbon tərəfdən başlayır. Və burada soruşsalar ki, sizdən neçə sigma rabitə var? Sözsüz ki, bu alfatik quruluşa malikdir. Karbon atomu 4 dənə, hidrogen də 4 dənə, 8 dənə atom varsa, sigma atomların sayından bir vahid az, 7 dənə sigma olacaq və 3 də pi rabitəsi var. Cəmi rabitə deyəndə 7 üstə gəlmə 3, cəmi 10 rabitə var, cəmi rabitə və bu rabitənin yaranmasında 20 elektron iştirak edib. Hər rabitənin yaranmasında 2 elektron iştirak edir. Baxın, hər rabitənin yaranmasında 2 də elektron iştirak edir. 10 dənə rabitənin yaranmasında 10 rabitənin yaranmasında 10-u vururuq 2 elektrona, 20 dənə elektron iştirak edir. Hidrogen müsbət 1, karbon N-i, karbonun sayı hidrogenin sayına bərabərdirsə, karbon neçə 1 oldu? Mənfi 1. Və yaxud da tək-tək tapa bilərik. Birinci karbonun dərəcəsi, baxın burada neçədir? Birinci karbonun dərəcəsi mənfi 2-dir. İkinci karbonun dərəcəsi yenə də
Deməli, burada uşaqlar 20 də elektron iştirak edib, o dedik. Hə, birinci karbonun dərəcəsi -2-dir. Niyə görə? Çünki hidrogenin bir dənəsi 1 elektron verib. Baxın, 2 dənəsi karbona 2 elektron verib. İkinci karbonun dərəcəsi -1-dir. Ona görə ki, hidrogenin bir dənəsi 1 elektron verib. O da olub -1. Buradakı karbonun dərəcəsi 0-dır və bu karbonun dərəcəsi isə -1-dir. Biraz da aydın yaza bilərəm, əgər burada çətinlik çəkirsinizsə. 1-2 qat rabitəyə, yenə də deyirəm, vinil asilində 1-3 qat rabitə birləşir. Bu H2 vinildir. Vinil deyəndə etendən hidrogenin biri qopub, bu da asilindir. Nömrələmə buradan getdiyinə görə bu birinci karbonun dərəcəsi mənfi neçə olacaq? -2 daha doğrusu, -1 yox, -2. Ona görə ki, bir dənə hidrogen 1 elektron verir. Baxın, indeksinə baxın, 2 hidrogen, 2 elektron. Biraz da açıq şəkildə yaza bilərdim. Baxın, hidrogenin valenti 1, 2, 3, 4 hidrogen atomu, hidrogen. Bu sigma rabitə, bu sigma rabitə, bu da sigma, bu da pi. Buradakı hidrogeni yuxarıda da yaza bilərəm və yaxud da aşağıda da yaza bilərəm. Sigma rabitə. Burada 3 qat rabitə var uşaqlar. 3 qat rabitənin biri sigmadır, neçəsi pidir, ikisi. Burada da bir sigma rabitə yaza bilərəm. Baxın, burada. İndi bu hidrogen verdi, bu da aldı. Neçə 2 oldu? -2. Bir dənə hidrogen verdi, karbon bir dənə aldı, -1. Yox, bu düz olmadı. Burada tək qat olmalıdır uşaqlar. Düz olmadı burada. Burada tək qat olmalıdır. Bir dənə gözləyim, təzədən bir dənə izah elə. Burada tək qat rabitə olmalıdır. Baxın, deyirəm düz gəlmədi. Tək qat rabitə, bu neçə bir oldu? -1. Sonra karbon, 3 qat rabitə, birdən də CH. 1, 2, 3, 4. Burada hidrogen olmadığına görə dərəcə 0-dır. Burada da hidrogen bir dənə verib, bu bir dənə alıb, dərəcəsi -1-dir. Onda isə birinci karbonun dərəcəsi -2, ikinci karbonun dərəcəsi -1, üçüncü karbonun dərəcəsi 0, dördüncü karbonun dərəcəsi isə -1 olacaq. Və bunları cəmləyəndə, baxın, -2 plus -1, sonra plus 0, plus neçə bir oldu? -1. Bu karbonların hamısının dərəcəsini cəmləmək olar. Karbonun, ümumi karbonların nə dərəcəsini çıxarmaq olar? Oksidləşmə dərəcəsini. Bu vinildir uşaqlar. Bu da nə oldu? Asetilin. Vinil asetilinin deməli quruluş formulunu yazdıq biz. 1-2 qata, bir dənə 3 qat birləşdi. Tək qat rabitə vasitəsilə 1, 2, 3, 4. Bura hidrogen lazım deyil. Vinil deyəndə etendən hidrogenin biri qopdu. Vinil, bu da asetilin. Nömrələməsi qeyd elədik, hardan başlayır. Sonra dərəcələrin hidrogenə görə bu -2 oldu, bu -1 oldu. Yanında hidrogen olmadığına görə 0, dördüncü karbon isə -1. Ümumi formulunu yazdıq, hansı düstura uyğundur? CnH2 -4 düsturuna uyğundur. Karbon tərkibə aiddir işarələr və indekslər vasitəsilə şərti yazılır. Karbon 4 dənədir, hidrogen 2 dənə burada, bir dənə burada 3, bir dənə də burada 4 dənə. Karbonun sayı hidrogenin sayına bərabər olanlarda karbonun ümumi dərəcəsi neçə bir oldu burada? -1. Çünki oksidləşmə dərəcələrinin cəbri cəmi 0-a bərabər olmalıdır. Bu biri, -1-i vurduq 4-ə, -4, 4 dənə alıb, biri də vurduq, yenə müsbət biri vurduq 4-ə, 4 dənə verib. Verilən elektron alınan elektrona bərabərdir. Molekulda oksidləşmə dərəcələrinin cəbri cəmi 0-a bərabərdir. Elə 1-2 qatı və 1-3 qatı olan maddələr en böyük bərabərdir 4-dən başlayır. Molekulunda 1-2 qat və bir dənə də 3 qat rabitə olan molekullar en böyük bərabərdir karbohidrogen. Molekulu en böyük bərabər neçədən başlayır? 4-dən. Vinil asetilin. Sonra birinci karbonun hibrid vəziyyətini deyə bilərik burada. Vinil asetilində birinci, vinil deyəndə yenə də etendən hidrogenin biri qopdu, vinil. Asetilinə bir dənə 3 qat rabitə birləşdi. Birinci karbonun hibrid vəziyyəti sp2 hibrid vəziyyətindədir. Hibridləşmədə 1p iştirak eləməyib. İkinci karbon yenə də sp2 hibrid vəziyyətindədir. Üçüncü karbon sp hibrid vəziyyətindədir.
Dördüncü karbon isə hibridləşmədə 2p iştirak eləməyib, sp. 2 dənə karbon atomu sp2 hibrid vəziyyətindədir və 2 dənə karbon atomu sp hibrid vəziyyətindədir. Yəni karbonun hibrid orbitalların sayı deyəndə S-də bir dənə, P-də 2-də. Bu karbonun 3 hibrid orbitalı var. Burada da S-də bir dənə, P-də 2-də. Bu karbonun 3 hibrid orbitalı var. S-də bir dənə, P-də bir dənə 2 hibrid orbitalı var. S bir dənədir, P-də bir dənə, 2-də də hibrid orbitalı buradadır. Hibrid orbitalı 6 da burada, 4 də burada. 10 hibrid nə var? Orbital. Hibrid orbital karbondadır. Bəs qeyri-hibrid orbitalı karbonda da var, hidrogəndə də. Qeyri-hibrid orbitalı P-ni yaradan P, 2 dənə P burada vurdu. 2 də P burada, 2 də P burada. 6 dənə P orbitalı qeyri-hibriddir. Yəni P-ni yaradan P elektronları, baxın 1P, 2P, 3P, 4P, 5P, 6P hibridləşmə və 4-də də S orbitalı var. S də hidrogenindir. Qeyri-hibrid sözünün mənası hibridləşməmiş orbital. 6-ın üstə 4 gələndə 10 də hibridləşməmiş nəyi var? Orbitalı. 10 dənə hibrid orbital var. 10 də hibridləşməmiş. Hibridləşməmiş orbitala həm karbonun orbitalı aiddir. Hibridləşməmiş orbitala karbonun və hidrogenin aiddir. Karbonun 6 dənə P elektronu hibridləşmədə iştirak etməyib 3p rabitəsi yaradıb və hidrogenin 4 də S orbitalı var ki, 4 hidrogenin. Hər hidrogenin bir S orbitalı var. 1s1. Ən sadə elektron quruluşuna malik olan atom hidrogendir. 1s1. Hər hidrogende bir dənə S elektronu var. Hibridləşməmiş 10 qeyri-hibrid orbital var. Qeyri-hibrid nə var orada? Orbital. Yəni hibrid yox, qeyri-hibrid. Cəmi orbital deyəndə hibrid 10, 10 da qeyri-hibrid var. 20 dənə cəmi orbital oldu. İndi keçirik ikinci maddə. Bu nəzəriyyəsini izah elədim uşaqlar. Yəni yadınızda saxlayın ki, maddədə 1-3 qat və 1-2 qat rabitə varsa, hansı ümumi formula uyğun oldu? Cn H2n minus 4 formuluna uyğun oldu və n böyük bərabərdir 4-dən başladı. Bir ilk nümayəndəsi 4, 8-dən də 4 çıxanda C4H4 qaz halındadır normal şəraitdə, şaxəsiz, doymamış alifatik karbohidrogendir. Orada bir ədəd 2 qat və bir ədəd də 3 qat rabitə var. Şaxəsizdir. Ona görə ki, birli ilə başlayır. Ortada ikili karbon, ikili karbon, ikili və birli karbonla bitir. Aydındır, şaxəsiz doymamış karbohidrogendir. Normal şəraitdə qaz halındadır. Və heç bir karbohidrogen suda həll olunur. Sonra yazırıq biz divinil. Rabitə işləyəndə bizə rast gələn maddələrdən biri də divinildir. Divinil deyəndə necə yazırıq? Vinil. Divinil deyəndə 2 dənə 2 qat rabitəyə bitişən karbonlar 2 qat rabitə bir dənə tək qat rabitə vasitəsilə bir-birinə birləşir. 2 qat rabitə bir-birinə bir tək qat rabitə vasitəsilə birləşirsə bu maddənin adı nədir? Divinil. 2 qat rabitə, baxın diqqətlə, 2 dənə 2 qat rabitə bir-birinə bir tək qat rabitə vasitəsilə birləşir. Hidrogen atomu ikisi var, 2, 4 valentli olmaq üçün 1, 2, 3, valenti 4'dür, bir də valenti hidrogen. 1 valent, 2 valent, 3, 4-cü valentini tamamlamaq üçün hidrogen. Burada da ikisi var, ikisini də tamamlamaq üçün hidrogen. Karbon 2 qat rabitə bir-birinə bir tək qat rabitə ilə birləşir. Karbonun valentinə fikir verin. 1, 2, 3, 4. Bura yenə də açıq şəkildə yazıram hidrogen atomu. 1, 2, 3, 4 hidrogen atomu. Burada yenə də hidrogen atomu. 1, 2, 3. Bu da 4 hidrogen atomu. Vinil. Bir də ona vinil birləşir, olur divinil. Divinil alka deyənlərə aiddir. Özdə konüge olunmuş alka deyənlərə. Divinilin başqa adı nədir? Əsas karbon zəncirinin uzunluğu 4-dədirsə, buta, DN. DN deyəndə neçədə 2 qat rabitə var? 2-də, sonu DN və 2 qat rabitənin çıxdığı karbonları göstərir. 1-dən çıxır, bir də 3-dən çıxır. Deməli, 2 də adı var. Divinil və ya butadin 1-3.
Konjüge olunmuş alkadenlər en böyük bərabərdir 4-dən başlayır. Alkadenlər ümumi düsturu CnH2-2-dir. Alkadenlər 4-dən yox ha uşaqlar. Konjügələr, konjügə. Konjügə sözünün mənası qoşulmuş alkadenlər. Yəni qoşulmuş alkadenlər en böyük bərabərdir 4-dən başlayır. Ümumiyyətlə alkadenlər isə 3-dən başlayır. Bura baxın, bunlar sigma rabitədir. 2 qatın biri pi'dir. Bunlar hansı rabitədir? Sigma rabitədir. Vinil deyəndə bir də təkrar edirik. Nə yazırıq? Etendən hidrogenin neçəsi qopur? Biri. Vinil deyəndə etendən hidrogenin biri qopur. Baxın, vinil deyəndə eten necə yazırdıq? 2 qat rabitə alkenlərin homoloji sırasının, oxşarlıq sırasının ilk nümayəndəsi etendir. Bu maddə nömrələyəndə adı nə oldu bunun? Etandan an şəkilçisi atdım. Eten və ya bu maddənin digər adı, səmərəli adı etilendir. Bunu əzbərdən bilməlisiniz. Bu alkendir. Sen H2-dir. En böyük bərabərdir 2-dən başlayır. Alkenlərin ilk nümayəndəsidir. İlk nümayəndəsidir. Və burada 2 dənə karbon atom var. Bu karbonda sp2 hibrid vəziyyətindədir. Bu karbonda sp2 hibrid vəziyyətində pini yaradan pp elektronları, hibridləşməmiş bərabər hantel formalı pp elektronları atomların mərkəzlərin birləşən xəttin kənarlarından pp elektronlarının ötürülməsindən pi yaranır. Ona görə də birinci karbon sp2 hibrid vəziyyətindədir, ikinci də sp2-dir. İndi etendən ilk nümayəndəsidir. Hidrogenin birin qoparanda əmələ gələn radikal var. Baxın, etendən hidrogen bir atom qoparaq. Eten CH2-dir, yenə də CH2 olmalıdır, amma hidrogenin neçəsini qopardırıq indi? Qırmızı ilə göstərin, baxın, birin qopardıq. Hidrogen CH2-dir, qopdu, oldu vinil radikalı. Bu radikalın adı nə oldu? Vinil radikalı, radikal. Radikal nə deməkdir? Sərf olunmamış bir elektrona malik olan kimyəvi cəhətdən aktiv zərrəcikdir. İstifadə olunmamış neçədən elektronu var? Bir elektronu. Vinil deyəndə etendən hidrogenin neçəsi qopub? Biri. İndi 2 dənə vinil baş-başa birləşəndə vinil, baxın, bir də tək qat rabitə ilə yenə də vinil birləşdiririk. Olur maddə divinil, vinil və həmin qırıldığı yerdən ikinci vinili birləşdiririk. Baxın, təkrarı CH, 2 qat rabitə CH2. Bu maddənin adı oldu divinil. Divinil digər adı nədir? Karbon, bir də təkrar edirəm, 4 dənə olduğuna görə butadien. Dien ona görə deyirlər ki, 2-dən 2 qat rabitə var. 2 qatın çıxdığı nömrəni göstərir. 1-dən çıxır və bir də 3-dən. Butadien 1-3 və bir də digər adı divinil. Divinil alkadendir. Alkadenləri yığanda 4, karbon 4 dənədir. Hidrogen 2 misli 8-dən 2 vahid az C4H6. Bu şaxəsiz, alfatik doymamış karbohidrogendir. Burada şaxə yoxdur. Birinci karbon birlidir. İkinci karbon ikilidir. Bu karbon ikilidir. Bu karbon da birlidir. Şaxə olmaq üçün ya üçlü karbon olmalıdır ya da dörtlü. Pini yaratmaq üçün 2 dənə pi var. 2 dənə pini yaratmaq üçün neçədən hidrogen alkandan qopub? Baxın, 1, 2, 3, 4 dənə atom çıxartmışıq. 4 atom hidrogen ayıranda alkanın düsturu necə idi? Alkan sen H2 plus 2-dən 4 də atom qopardırıq. Plus 2-dən 4-dən atom çıxanda hansı düstur olur? Böyük moduldan kiçik modul çıxır. Sen H2 minus 2 qalacaq. 4-dən 2 çıxanda minus 2. Yəni bunun 2 də adı var. Butadien və ya divinil hansı kalçikum monomeridir? Sintetik kalçikum monomeridir. Məsələn, biz üzvü kimi keçəndə keçəcək ki, divinil, vinil, bir dənə tək qat rabitə ilə yenə də divinil, 2 qat rabitə, bir tək qat rabitə ilə birləşirsə divinil, sintetik kalçikum nə idi? Monomeri. Divinil və ya butadien çıxdığı yeri göstərər. 1-dən çıxır, 2-yə daxil olur, 3-dən çıxıb 4-ə. Butadien 1-3 və ya başqa adı divinil. Hansı kalçikum monomeridir? Bunlar
İki dənə adı var. Bir maddənin iki adı var. Sintetik kauçukun, özü deyil uşaqlar, monomeridir kauçukun. Monomeridir. Monomeri. Monomer ona görə deyirlər ki, bu maddə polimerləşir. Özdə bu konüge olunmuş alkadenlərin birincisidir. Yəni qoşulmuş, konüge sözünün mənası nə deməkdir? Konüge sözünün mənası qoşulmuş deməkdir. Qoşulmuş. Qoşulmuş nə deməkdir uşaqlar? Qoşulmuş, yəni 2 də 2 qat rabitə. Baxın, 2 dənə 2 qat rabitə bir-birinə bir dənə tək qat rabitə ilə qoşulmuşdur. 4 də karbonun 4'ü də 2 qata bitişdiyinə görə 4'ü də nə hibrid vəziyyətindədir? sp2. Deməli, divinili əzbərlədik orada. Yığanda da karbon 4 dənə. Tərkibi, quruluşu, bu quruluşu idi. Az əvvəl yazdım. İndi tərkibini yazıram. 4. 2 də 4'üm 8'dən 2 çıxanda 6. Şaxəsiz doymamış karbohidrogendir. Birinci karbon CH2 idi. 2 qat rabitə CH, vinilin biri. Digəri isə CH, 2 qat rabitə CH2. Dərəcələrini deyə bilərsiniz. Birinci karbonun dərəcəsi -2-dir. İkinci karbonuna hidrogen 1 də verir. Burada hidrogen 2 də karbona verib elektron. Buradakı karbonun dərəcəsi -1'dir. Hidrogen 1 dənə alıb, bu üçüncü karbonun dərəcəsi -1'dir. Hidrogendən karbon 2 dənə elektron aldığına görə dördüncü karbonun dərəcəsi də -2'dir. Hidrogenlər isə neçə birdir? Müsbət 1. Elektron sıxlığı, yadda saxla, hidrogendən hara doğru çəkilir? Karbona doğru çəkilir. Pi 2 dənə pi rabitəsi var. Soruşanda 2 pi rabitəsi var. Sigma rabitə atomların sayından 4, burada da 6. Cəmləyəndə 10 dənə atom var. 9 dənə sigma rabitə var. Niyə? Ona görə ki, alfatik quruluşlu karbohidrogenlərdə sigma rabitə atomların cəmindən bir vahid azdır. Neçə vahid azdır? Bir vahid azdır. 2 pi və 9 də sigma rabitə var. Birinci karbonun hibridləşməmiş bir p'si olduğuna görə sp2 hibrid vəziyyətindədir. Karbonun p'sinin biri hibridləşməyib. İkinci karbon yenə də sp2 hibrid vəziyyətindədir. Üçüncü karbon nə hibrid vəziyyətindədir? sp2, dördüncü yenə də sp2 hibrid vəziyyətindədir. Və bizdə burada nə sual verə bilər? Divinillə bağlı. Sual verə bilər ki, karbonla karbon arasında 4 dənə karbonsa neçədən sigma var? 3 dənə. Karbonla sp2 hibrid orbitalının bir-birini örtməsi nəticəsində yaranır. Çünki 4 karbonun 4'ü də sp2'dir. Karbonla hidrogen arasında isə karbon 4 dənədir. 4'ü də nə hibrid vəziyyətindədir? sp2 ilə S-in örtülməsindən hidrogenin nə qədər? Sayı qədər 6 da sigma rabitə var. Baxın, maddə belə deyildi. C4, H6, divinil. Karbon 4'dədirsə sigma, karbonla karbon arasında 3 dənə. Karbonun sayından bir vahid nədir? Az. Karbonla hidrogen arasında elə hidrogenin sayı qədər. Bu kovalent polar rabitədir və ya polar kovalent rabitə deyirlər. Bu isə kovalent qeyri-polar rabitə və yaxud da polar, kovalent qeyri-polar rabitə deyilir. Karbonla nə arasında olan rabitə? Karbon arasında. 4 karbon, bax belə sual verə bilər, bu sualı verə bilər. Sonra nə ola bilər orada sual? Orada ola bilər ki, karbon 4 dənədir və 4'ü də nə hibrid vəziyyətindədir? sp2, hidrogenin orbitalı s orbitalıdır. Neçə dənə s orbitalı var? 6 dənə s orbitalı var. S orbitalı hidrogenin hər birində. Hər karbonun S-də bir dənə P-də 2-də. 3 dənə hibrid orbitalı var. sp2 deyəndə baxın, üssü qüvvət kimi baxın. S neçədəndir? Yazılmayıbsa bir dənə. P neçədəndir? 2-də. Cəmləyəndə 3 dənə hibrid orbitalı var. Bəs 4 dənə karbonun 4'ü vurmaq lazımdır 3'ə. 12 dənə hibrid neyi var orbital? Hərəsində 3 dənədirsə 4 dənə karbonda da 12 dənə hibrid orbitalı var. Hibrid orbitalı yalnız karbonda olur. Qeyri hibrid orbitalı həm hidrogende olur, həm də karbonda. Ona görə ki, burada 2 dənə pi rabitəsi var. Pi'ni yaradan 4 dənə hibridləşməmiş pi'dir. Hər pi'nin yaranmasında neçədə p elektronu iştirak edir? 2 dənə. Baxın, hibrid orbitalı tapdıq. C4, H6 divinildə hibrid karbondadır. Və karbon nə hibrid oldu? sp2.
S-də bir dənə P-də 2-də. Bir karbonun 3 nə orbitalı var? Hibrid orbitalı var. Orbital. Və 3-ü də vurduq 4-ə uşaqlar. 12 dənə hibrid orbitalı karbondadır. Hidrogen qeyri-hibriddir. 6 da S orbitalı var və ondan başqa 2 dənə pi-ni yaradan 4 də P orbitalı var. Qeyri-hibrid 6, orada da 4. Yəni bir dənə pi-ni yaratmaq üçün neçədə qeyri-hibrid orbital iştirak eləməlidir? 2 də PP elektronu. 2 dənə pi-ni yaradan isə, baxın açıq şəkildə yazıram. P-nin bir dənə pi-ni yaratmaq üçün PP, ikinci pi-ni yaratmaq üçün yenə də PP. 4 dənə karbonun qeyri-hibridi var, 6 da hidrogenin. 4-ün üstə 6 gələndə 10 da qeyri-hibrid orbital var. Qeyri-hibrid sözünün mənası hibridləşməmiş orbital. Bu divinil barəsində. Divinil şaxəsiz konügə olunmuş alkadenlərin ilk nümayəndəsidir. Konügə sözünün mənası qoşulmuş alkadenlərin birincisidir. Mən demədim alkadenlərin birincisidir. Dedim ki, qoşulmuşların birincisidir. Amma desəydim ki, alkadenlərin ilki, alkanələrin ilki, diyenlərin. Alkadenlərin ilki en böyük bərabərdir 3-dən başlayır. Amma konügələr, konügə sözünün mənası qoşulmuş deməkdir. Qoşulmuşlar en böyük bərabərdir 4-dən. Divinil elə onun neçənci nümayəndəsidir? İlk nə idi? Nümayəndəsidir. Bəs alkaden özü neçədən başlayır? Alkadenlər en böyük bərabərdir 3-dən başlayır 3. Alkadenlərin ümumi formulu ilə alkinlərin ümumi formulu eynidir. 3, 6-dan da 2 çıxanda 4. Propinlə propaden nə arası izomerdir? Sinif arası izomerdir. Bu propaden yazacağım. Alkadenlərin ilk nümayəndəsi 1, 2, 3. Dienlərin ilk nümayəndəsi kumülə olunmuşdur. Kumülə sözünün mənası bir karbona 2 dənə 2 qat rabitə birləşibsə kumülə olunmuşdur. Bu H2-dir. Bu da H2-dir. Birinci karbon, ikinci, bu da üçüncü. Pini yaradan PP elektronları, bu da PP elektron. Bu karbon nə hibrid vəziyyətindədir? sp2. Bu karbonun sp-dir. Biri burada, biri burada. Bu karbon nə hibrid vəziyyətindədir? sp2. S-də bir dənə P-də 2-də 3 hibrid orbitalı var. Kumülə olunmuş alkadenlərdə mütləq bir dənə karbonun, ortada qalan karbon sp hibrid vəziyyətindədir. Bu 2 hibrid orbitalı. Burada S-də bir dənə P-də 2-də 3 hibrid orbitalı var. Bu maddənin adı nə oldu uşaqlar? Propaden. Alkadenlərin neçənci nümayəndəsidir? İlk nə idi? Nümayəndəsidir. Alkadenlərin ilki kumülə ilə başlayır. Nə ilə başlayır uşaqlar? Kumülə olunmuş alkadendir. Baxın, kumülə olunmuş alkaden. Yəni alkadenlər en böyük bərabərdir 3-dən başlayır. Bir dənə karbona soldan da, sağdan da neçə qat rabitə bitişib? 2 qat. İndi biz yazırıq xlorpren. Divinildən ikincidən hidrogenin birini çıxardıram. 2 xlor. Sonra butaden 2 qat rabitə. Biri 1-dən çıxır, biri 3-dən. Butan sözündə 4 dənə karbon var. Dn 2 qat rabitə. Biri birinci karbondan çıxır, 2-yə daxil olur. Biri də 3-dən çıxıb, uşaqlar 4-ə daxil olur. 2-də də burada xlor var. Nə var uşaqlar? 2-də xlor. 2 xlor butaden 1 üçün başqa adı xlorpren deyirlər. Nə deyirlər ona? Xlorpren. Bura nə yazıram? H2. 1, 2, 3, 4. Hidrogen atomu yazmaya ehtiyac yoxdur. 1, 2, 3. Bura bir hidrogen. Burada bir dənə nə yazıram? H2. İndi baxın, vinil, bir də başında vinil. Divinil idi. Divinildən ikincidən hidrogenin biri çıxıb, nə birləşib bura? Xlor. Nə birləşib bura? Xlor. Bu maddənin adı nə oldu? 2 xlor. 2 xlor. Butaden neçədir bu? 1, bir də 3. Butaden neçə oldu? 1, 3. 2 xlor butaden 1, 3-də ikincidən hidrogenin biri çıxıb xlora birləşib. İndi ümumi formul alkadenlərindir. Alkadenlərdən divinil idi də bu. Divinil. Vinil. Bura qədər vinil. Bu da vinil. Oldu divinil. Divinildən ikincidən
İkinci karbonla hidrogenin biri çıxardıb xlor birləşdirəndə maddənin adı olur xlorpren. Xlorprenin digər adını əzbərdən bilməlisiniz. 2 xlor, butadiyen 1,3. İndi alkadenlərin ümumi formulu hansı düstur idi uşaqlar? CnH2n-2 idi. Oradan da bir hidrogen atomu qopardıram. Bir dənə hidrogen atomu qopardanda hansı düstur olur? H2-3 əvəzinə bir nə atomu gətirirəm? Xlor atomu. Bu xlorprenin ümumi formuludur. Necə formuludur? Məsələn, deyəndə ki, xlorprenin ümumi formulunu çıxart. Ümumi formulunu çıxartmaq üçün nə edirik? Alkadenin düsturunu yazırıq. Bura qədər alka nədir bu? Deyən. Hidrogenin neçəsini qoparırıq? 1-in. -2-dən bir də hidrogen qopardanda -3. Minus neçə elədi? 3. Və -3 eləyəndə -3 bu 3 dənə oldu. Bax, -3 əvəzinə bir xlor atomu. Bu xlorprenin ümumi nə idi? Formulu. Divinil necə yazırıq? 2-də 2 qat rabitə. Baxın, bir dənə tək qat rabitə ilə birləşib. İkincidə bir xlor atomu. Hidrogenin biri xlorla əvəz olunur. Hidrogen buradan çıxır, əvəzinə xlor gəlir. CH2. Bu da oldu H. Burada da oldu H2. Birinci karbon nə hibrid vəziyyətindədir? sp2, pini yaradan pp elektronlarıdır. İkinci karbon yenə də hibridləşmədə bir p iştirak eləməyib, sp2-dir. Üçüncü karbon sp2 hibrid vəziyyətindədir. Dördüncü karbon da sp2-dir. Sadəcə olaraq burada sp2 ilə p arasında rabitə əmələ gəlib. Çünki halogenlərin sonu necə idi? ns2, mp5 sonluğu ilə bitir. Axırıncı təbəqədə tək elektron, bir dənə tək elektronu var. Bax, bir dənə P-də necə elektronu var? Tək. Xlorprində sp3 ilə P arasında neçədə sigma rabitə yaranıb? Bir dənə. Baxın, sp3 yox, daha doğrusu sp2 ilə nə arasında? P arasında. Baxın, sp2 ilə P arasında burada bir sigma rabitə əmələ gəlib. O da karbonla xlor arasında. İndi xlorprendə hansı rabitələr var? Xlorprendə olan rabitələri soruşa bilər. Xlorpreni yazanda C4, H6-dan hidrogenin biri çıxdı. C4H5 xlor. Yəni ümumi formulu necə oldu? CnH2-3 əvəzinə bir dənə xlor. N-in qiyməti 4-dür xlorprendə. 8-dən 3 çıxanda 5 əvəzinə 1 xlor. Bu oldu xlorpren. Xlorpren kaçkunun monomeridir. Xlor nə deyirlər ona? Pren, kauçukunun nə idi? Monomeri. Kauçuk. Nə deyirlər? Monomeri. Xlorpren. Xlorpren, kauçukunun nə oldu? Uşaqlar monomeri. Və birinci karbon 2 qat rabitə yazıram. Bir dənə tək qat rabitə, sonra yenə 2 qat. Vinil. Vinildən ikinci karbondan hidrogenin biri qopub əvəzinə xlor. Sonra 1, 2, 3, üçüncü karbon, dördüncü karbon yenə də CH2. Uşaqlar, bu altına qırıq-qırıq xət çəkdiyim vinildir. Bu da ikinci vinildir. Sadəcə olaraq burada vinildən hidrogenin neçəsi qopub? Biri, bu hidrogen, elə bil burada da olub. Amma indi hal-hazırda yoxdur, yazmamışam. Ona görə ki, o hidrogen xlor ilə əvəz olunub. Baxın, nə ilə əvəz olunub? Xlorla. Karbon 4 dənədir. 4-ü də sp2 hibrid vəziyyətindədir. Və karbonla karbon arasında 3 sigma var. Plus 2-də də pi rabitəsi var. Nədir o sigma rabitə? sp2, bu da sp2, bu da sp2. sp2 hibrid orbitallarının bir-birinin örtməsi nəticəsində yaranır. Karbonla karbon arasında 4-dədirsə 3-də sigma rabitə. sp2 hibrid orbitallarının bir-birini örtməsi nəticəsində, yəni hibridlə hibrid orbitalının örtülməsindən əmələ gəlir. Baxın, belə bir rabitə, 3 dənə sigma və orada 2-də də pi rabitəsi var. Pini yaradan isə hibridləşməmiş pp elektronlarının örtülməsindən əmələ gəlir. Hibridləşməmiş pp-lərin örtülməsindən pi yaranır. Sonra karbonla hidrogen arasında rabitə var. Karbonla hidrogen arasında neçədə sigma rabitə var? 5-də. Hidrogenin nəyə qədər? Sayı qədər. Karbonlar hamısı sp2-dir. S arasındadır. Yəni karbon 4 dənədir. 4-ü də sp2-dir. sp2 ilə nə arasında? S-in örtülməsindən yaranan sigma rabitə var. Hibridlə sferik orbitalın örtülməsindən.
Baxın, birinci karbon CH2 vinilin, ikincidən hidrogenin biri çıxıb xlor, tək qat rabitə CH, vinilin ikincisi. Bu vinilin biridir, bu da ikincisi. Burada hidrogen xlorla əvəz olunur. sp2 ilə S arasında neçədən sigma oldu? 2 dənə. Burada sp2 ilə P arasında rabitə var. Xlorun bir dənə elektronu var. P arasında sigma rabitə var. Bu karbon sp2 ilə S arasında 1 sigma. Burada da sp2 ilə S arasında 2 dənə burada, 2 dənə burada, 1 də burada. Ümumiyyətlə karbonla hidrogen arasında rabitə hidrogenin nə qədər? O da sp2 ilə S-in neynəməsindən, örtülməsindən yaranan rabitədir. Və bir də karbonla xlor arasında rabitə var. O isə sp2 ilə P-nin örtülməsindən yaranır. sp2 ilə P-nin örtülməsini necə yazaq? Uşaqlar, hibridlə, bu karbon da sp2 ilə bərabər nə formalı? Hantel formalı P orbitalının örtülməsindən yaranan rabitə. Baxın, sp2 ilə P-nin örtülməsindən atomların mərkəzlərin birləşdirən. Bu karbondur, bu da xlordur. Neçədən sigma rabitə var orada? 1 dənə. sp2 ilə P-nin örtülməsindən. Sonra keçirik izoprenə. İzopren nədir uşaqlar? İzopren, xlorpren, izopren təbii kalsium monomeridir. İzoprenin başqa adı nədir? 2-də metil radikalı var. 2 metil elə də əzbərləyirsiz. Divinilin adı neydi? Butadien 1, 3 və digər adı nə oldu? İzopren. İzopren təbii kalsium monomeridir. Hansı kalsium monomeri? Təbii kauçukun neydi? Kauçuk monomeridir. Kauçuk monomeri. Yəni o polimerləşəndə necə kalçuk əmələ gəlir? Təbii nə əmələ gəlir? Kauçuk. Butadin bir üçün necə yazaq? Baxın, vinil. Bir də ona vinil birləşdirəndə 2-də 2 qat rabitə, 1 dənə tək qat rabitə ilə birləşəndə bu maddənin adı olur divinil. Təkrar deyirəm, 2-də 2 qat rabitə, bir dənə tək qat rabitə ilə birləşəndə divinil olur. Və buraya yazırıq H2, 1, 2, 3, H. İkincidən hidrogenin biri qopur. İkincidən hidrogen burada H qopur. Əvəzinə metil radikalı gəlir. Nə radikalı? Yenə 1, 2, 3, H. 1, 2, 4-cü valenti tamamlamaq üçün ikisi var. İkisində hidrogen. Vinil. Bir də vinil. Oldu divinil. Amma burada vinildən, baxın, ikincidəki vinildən hidrogenin biri qopub, nə ilə əvəz edilir? Metillə. Və bu şaxəli doymamış karbon nədir? Hidrogen. Şaxəli, bir də təkrar deyirəm, doymamış nə oldu? Karbohidrogen. Birinci karbon nə hibrid vəziyyətindədir? sp2. İkinci karbon sp2-dir. Üçüncü karbon sp2-dir. Dördüncü karbon sp2-dir və bu karbon nə hibrid vəziyyətindədir? sp3. Və alka nələr aiddir? Deyənlərə konjüqə olunmuş alka deyəndir. Nə olunmuş alka deyəndir? Konjüqə olunmuş. Necə yazırıq konjüqə olunmuş alka deyənlər? Karbon 5 dənə, hidrogen 2-də 5-im 10, onun üstə 2 gələndə 8. Ondan 2 çıxanda daha doğrusu. Sen H2-in minus 2 olmalıdır uşaqlar, özür istəyirəm. Minus 2 n bərabərdir 5-dir orada. Ondan 2 çıxanda 8. Bu maye halındadır. İzopren normal şəraitdə nə halındadır? NŞ-da maye halındadır. Karbonun sayı 5 dənədir və şaxəlidir. Nədir orada? Şaxəli çünki üçlü karbon var. 4 dənə karbon sp2 hibrid vəziyyətindədir. 1 dənə karbon nə hibrid vəziyyətindədir? sp3. O bir dənə karbon hansı karbondur? Metildəki karbon. Nədə karbon? Metildə. Və burada atomların cəmləyəndə 5 üstə gəlmək 8. 5-in üstünə 8 gələndə nə qədər atom elədi burada? 13 dənə atom var, amma sigma rabitə atomların sayından bir vahid azdır. 12 dənə sigma var, 2 dənə də pi rabitəsi var. Pi-ni yaradan hibridləşməmiş pp nələr idi? Elektronlarının örtülməsindən yaranır. Aydın oldu. İndi yazırıq, nəyi yazırıq? Divinili yazdıq. Yenə bax, divinili yazıram. 2-də 2 qat, bir dənə tək qatla birləşir divinil. Və ikincidən hidrogenin biri qopub, metil birləşir. Beynəlxalq adı nədir izoprenin? 2 metil. 2-də nə var burada? Metil, butadien. 1, neçə deyirlər? 3. Alka deyənlərə aiddir. Özdə konjüqə olunmuş alka nədir? Deyənidir. Konjüqə
olunmuş alkadendir. Birinci karbon sp2'dir, ikinci karbon da sp2, bu da sp2'dir, sp2 və aşağıda bir dənə karbon sp3'dür. Hibrid orbitalına baxaq. S-də bir dənə, P-də 2 dənə. 3 dənə hibrid orbitalı, 3 dənə burada, 3 dənə hibrid orbitalı bundadır. S-də bir dənə, 3 dənə. Bəs aşağıdakı karbonda S-də 1, B-də 3, 4 dənə hibrid orbitalı. 12 buradadır. 3, 3, 3, 3. 12'nin də üstünə 4 gələndə 16 da hibrid nəyi var? Orbital. Yaxşı, bəs qeyri-hibrid orbitalı nədir? Qeyri-hibrid orbitalı karbon 5-dədir, hidrogəndə 8-də. Qeyri-hibrid orbitalı 8-də S orbitalı var hidrogenin və karbonun P-sini yaradan, 2-də P-ni yaradan neçədə P orbitalı var? 4-də də P orbitalı var. P-ni yaradan 4-də də PP elektronları var. 4 dənə qeyri-hibrid karbondadır, 8-də də hidrogəndə. 8-in üstə 4 gələndə 12-də də qeyri nəyi var? Hibridi. Deməli, qeyri-hibrid doymamış karbohidrogenlərdə hansılar oldu? Doymamış karbohidrogenlərdə qeyri-hibrid orbital həm karbonda olur, həm də hidrogəndə. Hidrogenin sayı qədər S orbitalı olur. P-nin sayından 2 dəfə çox. P-nin sayından neçə dəfə çox? 2-də P varsa 4-də də P elektronu olur qeyri-hibrid. Cəmləyəndə 12 dənə qeyri-hibrid orbital olur. Qeyri-hibrid sözünün mənası hibridləşməmiş orbital deməkdir. Cəmi orbitalı necə tapmaq olar? Cəmi orbital deyəndə ora həm hibrid aiddir, həm də qeyri-hibrid. Onun qısa yolu da var uşaqlar. Cəmi orbitalı tapmaq üçün karbonun 4 orbitalı var. Bir dənəsində 4-dür. 4'ü vurduq 5'ə. 20'də orbital var burada. Orbital. Burada da bunun valenti 1'dir. 1'i vurdum 8'ə. 8'də də orbital buradadır. Baxın, bir dənəsində 1 orbital, 8 dənəsində 8. 4 valentlidir. Bir dənə karbonun 4 orbitalı var. 5 dənə karbonun 20'də orbitalı. Bir dənə hidrogenin 1'dir. 8 də hidrogenin 8'də. 28 dənə cəmi orbital var. Cəmi nə var orada? Orbital. Cəmi orbitalın içərisində həm hibrid aiddir, həm də qeyri-hibrid. Bu da oldu izopren. Deməli, biz nə öyrəndik bunları? Öyrəndik vinil astilen. Nə öyrəndik bunları? Vinil astilen. Birinci yazdığım maddə bir də təkrar edirəm. Vinil və sözün kökü nə oldu burada? Astilen. Asetilen. Asetilen. Sonra 1. Bunu öyrəndik. Bir də təkrar edirik. Vinili necə yazırıq? Vinil deyəndə bir dənə 2 qat rabitə yazmalıyıq. Astilen deyəndə isə ona tək qat rabitə ilə bir dənə 3 qat rabitə birləşdirməliyik. Astilenin neydi bu? Törəməsi. Bax, əsas törəmə budur. Görürsünüz, qırıq xəttlər. CH. Buradan hidrogenin biri çıxır. Vinili indi düzəldirik hidrogen atomların. Vinili necə yazırıq? H2. Buradan da H. Etendən hidrogenin neçəsi qopub? 1. Və ümumi formulu necə oldu? Yığanda C4, H4 tərkibi. Düsturu necə oldu? C-in, H2-in, P 3 dənə P olduğuna görə, baxın 3 dənə P olduğuna görə 6 da atom çıxanda, plus 2-dən 6 çıxanda minus 4 formuluna uyğundur. Və en böyük bərabər neçədən başladı? 4-dən. Yekunda bir də təkrar edirəm. Bunu öyrəndik. Sonra ikinci öğrendiğimiz madde ne oldu? Divinil. Bir de tekrar edirəm. Divinil necə yazırıq? Vinil. Vinil deyəndə bir dənə 2 qat və tək qatla ikinci 2 qatı yazın. Bunu başqa rəngdə yazın ki, daha rahat başa düşəsiniz. Divinil. Baxın, ikisi də eynidir. Vinil, vinilin biri. Bu da digər vinil. Divinil. Divinil alka nələr aiddir? Diyenlərə aiddir. Etendən hidrogenin biri qopub. Divinil alkadeində özü də konüge olunmuş alkadenlərin ilkidir. Qoşulmuş alkadenlərin ilkidir. Yəni 2-də 2 qat rabitə. Baxın, vinil, buradan da vinil bir-birinə bir dənə tək qatla birləşir. Divinil alkadenlərə aiddir. Alkadenlər CnH2-2 düsturuna aiddir. Bunun adı nə oldu? Divinil və ya başqa adı nə deyirlər? Butadiyen neçəncidən çıxır? 2 qat rabitə. 1-dən çıxır, 2-yə daxil olur. Çıxdığı yerləri göstərir. 1, 3. Və qaz alındadır C4. 2-də 4-ün 8-dən 2 çıxanda 6 şaxəsizdir.
Alkadenlərdə konügələrin ilkidir. Konügələrin ilkidir. Konügə. Yəni konügə sözünün mənası qoşulmuş alkadenlərin nə idi? İlki. Bax bunu belə də əzbərləyirsiniz. Üçüncü əzbərətdirdiyim maddə nə oldu? Xlorpren. Özdə bu vinil sintetik kalçikun nə idi? Monomeri. Xlorpren deyəndə yenə də vinil, bir dənə təqqat rabitə, ikinci vinil, divinil. Divinildən ikincidən hidrogeni çıxarıb, əvəzinə bir xlor atomu əlavə edilir. 2 xlor, baxın ikincidə xlor var. 1, 2, 3, 4 karbon. Şaxəsizdir. Çünki bu karbon neçəlidir? Birli. Bu karbon ikilidir. Aşağıdakı xlordur. Bu karbon da yenə ikilidir. Bundan, bir də bundan əlaqəsi var. Bu neçəli karbondur? Birli. Hidrogenləri yanına yazanda, baxın, bura yazanda 1, 2, 2 dənə hidrogen, 1, 2, 3, 4 ehtiyac yoxdur, 4 valentdir. Buradakı hidrogen ümumiyyətlə nə ilə əvəz olunur? Xlorla əvəz. 1, 2, 3, bura bir hidrogen, bura bir. Yox, 1, 2, 2 də hidrogen. Bir dənə təkrar yazım, baxın. Vinil, bir də qarşısında vinil yazdım, konüge olunmuş alkadendir. İkincidə bir dənə xlor olmalıdır. 2 valenti var. İkisini nə ilə əvəz elədim? Hidrogen. 1, 2, 3, 4. Hidrogenə ehtiyac yoxdur. Hidrogen, bir də hidrogen. Bu maddənin adı nə oldu? Xlorpren və ya beynəlxalq adı nə oldu? 2 xlor. İkincidə xlor var. Özü də buta, DN. DN neçədir? 1, 3'dür. Və digər adı isə xlorpren. Hansı kalçikun monomeridir? Xlorpren. Xlorpren kalçikunun neydi? Monomeri. Xlorpren. Kalçikunun nə oldu? Monomeri. Ümumi formulu necə oldu? Alkadenlərin CNH2 minus 2-dən bir də çıxanda minus 3 əvəzinə bir də nə birləşir? Xlor. Hidrogenin biri xlorla nə olundu? Əvəz olundu. Konüge olunmuşdu. Alkadenin neçə xlorlu törəməsidir? Mono xlorlu törəməsidir. Və bir də qaldı uşaqlar izopren. İzopren artıq təbii kalçikun monomeridir. İzoprende 2-də metil oldu. Neçənci maddə oldu? 4-cü. 2-də metildir. Və maddənin adı nə oldu? Buta, DN. Neçədir bu? 1, 3. Buta DN deyəndə vinil. Butanı yazıram. 2 qat rabitə 1-dən çıxıb 2-yə daxil olur. Sonra 3-dən çıxıb neçəyə daxil olur? 4-ə. 2-də bir də metil radikalı var. Nə radikalı var? Metil. Nə yazıram bura? H2. Bura H. 1, 2, 3, 4. Burada bir də H2. Aydındır. 4 dənə bu alkadenlərə aiddir. Hansı ümumi formula uyğundur? CNH2 minus 2. 2 metil butaden 1. Bir də 3. Butaden sözündən sonra 1, 3'ün başqa adı izopren. İzopren hansı kalçikun monomeridir? Təbii. Şaxəlidir bu. Karbon neçəlidir? Birli. Bu karbon üçlüdür uşaqlar. Üçlüdür. Bu karbon ikili. Bu da birli. Bu neçəlidir və birli. CNH2 minus neçə oldu bu? 2 oldu. Və burada en böyük bərabər neçədən başlayır? 1, 2, 3, 4, 5. Daha doğrusu n'in qiyməti bərabər yox. N 5'e bərabərdir. Böyük bərabər deyəndə konüge olunmuşlar en böyük bərabərdir 4'dən başlayırdı. Amma burada karbonun konügələrin neçənci nümayəndəsidir? İkincisi. Birincisi 4 dənə karbon olmalıdır. İkincisində karbon neçədə olmalıdır? 5 dənə. Baxın, konügələrin ilki, qoşulmuşların ilki 4-cü karbondan başlayır. Divinildən. Karbon 5 dənədir. Hidrogen 10'dan 2 çıxanda 8. Maye halındadır bu. Ona görə ki, karbon C5 H8'dir. Bir dənə karbon metil qrupundakı karbon sp3 nə vəziyyətindədir? Hibrid vəziyyətindədir. Və bir də 5-ci maddə yazaq stirol. Stirol necə yazırlar? Stirol vinil, benzol. Benzol və ya başqa adı stirol. Stirol hansı düstura uyğun gəlir? CnH2 minus 8 formuluna uyğun gəlir. Stirol deyəndə benzol həlqəsində hidrogenin biri qopub C6H5, bir fenil. Buna nə deyirlər? Bir fenil. Benzoldan hidrogenin biri qopandan sonra radikalın adı nədir? Fenil radikalı. Və bir vinil. Vinil deyəndə bir dənə 2 qat rabitə ilə birləşir. Baxın, fenilə tək qat rabitə ilə bir dənə 2 qat rabitə birləşəcək. Vinil. Bu vinildir. 1, 2, 2 dənə hidrogen burada. 1, 2, 3, 1 dənə.
bir fenil və bir vinildən ibarət olan mürəkkəb maddənin adı nə oldu? Vinil, benzol və ya stirol. Neçədən adı var uşaqlar? 2-də. Vinil, benzol və ya stirol. Benzol həlqəsindən hidrogenin biri çıxandan sonra əmələ gələn radikalın adı nə oldu? Baxın, benzol həlqəsini çəkirəm. Hidrogenin neçəsini çıxardacağım? 1-in. Və orada əmələ gələn benzol həlqəsini çəkdim. 6 elektronlu nə sistemi var orada? Pi sistemi var. Hidrogenin neçəsini qopardıram? 1-in. Və o hidrogenin əvəzində düyünləri nə qalırdı? CH. 6 karbon var idi. 6 də hidrogen benzol həlqəsində 1 valent, 2, 3, biri də buradadır. 6 elektronlu ümumi nə sistemi var idi burada? Pi sistemi. Hər karbon, baxın bu karbon bir dənə verir, bir dənə bu, bir dənə bu, bir dənə bu, bir dənə. Düyünlərində CH, baxın bu nöqtələrdə. Buradan hidrogenin neçəsi qopub? 1-i. Vinil necə yazırıq? 2 qat rabitə yazırıq. Bir dənə 2 qat rabitə yazanda vinildir. Bu olur H2, buradan da olur H. Bu vinildir. Buradan da benzoldan hidrogenin neçəsi qopub? 1-i. Bu maddənin adı nə oldu? Vinil. Bu nədir bə? Benzol. Yəni benzol C6H6 deyildi uşaqlar. C6H5 hidrogenin biri qopdu. Vinil. Buna fenil də deyirlər. Və ona bir vinil birləşdi. Vinil, benzol və ya stirol. Stirolda yan zəncirdə nə rabitəsi var? Pi, bir də pi və 6 elektronlu ümumi nə sistem var? 6 elektronlu ortada. Hər karbonun hibridləşməmiş bir dənə P'si olduğuna görə buradakı 6 karbon, 6-sı da nə hibrid vəziyyətindədir? sp2 hibridləşmədə hərəsində bir dənə karbon iştirak eləmir. sp2-dir. Benzol həlqəsindəki karbonlar nə hibrid vəziyyətindədir? sp2, bu da sp2. 6 karbonun 6-sı da sp2-dir. Buradakı karbon da sp2-dir. Bu da karbon sp2-dir. 8 dənə karbon var. 8 dənə də hidrogen. 8 karbonun 8-i də sp2 hibrid vəziyyətindədir. sp2, 8-də də s orbitalı var. Aydındır. Hər karbonun hibridləşməmiş neçədən P'si var? Bir də. Bir də təkrar edirəm. Stirol necə yazırıq? Vinil, benzol. Nə həlqəsini çəkirəm? Benzol həlqəsi. Ortada 6 elektronlu. Nə sistemini çəkəcəm? Pi sistemi. Düyünlərində baxın. Hidrogenin hardan istəyirsiniz? Hidrogenin neçəsini qopdu? 1-in. C6, H5 qaldı. Bu karbonlar hamısı benzol həlqəsində, düyünlərində CH-da və hidrogenin biri, baxın bu bir dənə hidrogen, vinillə əvəz olunur. Nə ilə əvəz olunur? Buradan hidrogen qopub, bu hidrogendən biri də bu. Əvəzinə vinil gəlib. H2, bir də H. Adı nə oldu bunun? Vinil, benzol. Nə benzoldur? Vinil, benzol. Bu aromatik birləşmədir. Amma aromatik karbohidrogen deyil. Aromatik birləşmə deyirlər. Birləşmə. Lakin arenlərə aid deyil. Arenlərə aid nədir? Deyil. Yəni CnH2 -6-ya uyğun deyil. Hansı düstur uyğundur? CnH2 -8-ə uyğundur. 6 da burada, 2 də karbon burada. 8-də, 2-də 8-im. 16-dan da 8 çıxanda 8. Və yığanda formul necə oldu? C8H8. 8 karbonun 8-i də nə hibrid? sp2. 2 də yan zəncirdəki karbon hibridləşməmiş PP sp2-dir. 6 da benzol həlqəsindəki karbonlar nə hibrid vəziyyətindədir? sp2. Səbəbi nədir? Hər karbon hibridləşməmiş neçədə P'si var? Bir dənə P'si var və 6 elektronlu nə sistemi yaradır? Pi sistemi yaradır. Aydındır? Belə, bu da stirol. Bir dənə də yazaq vinil benzol. Nə benzol yazaq? Vinil benzol. Vinil benzolu yazıq. Daha doğrusu vinil xlorid yazaq. Vinil, bunlar əzbərənməlidir uşaqlar. Vinil xlorid. Yəni yazılışını öyrənin. Vinil xlorid. Vinil xlorid deyəndə, vinil deyəndə etendən hidrogenin neçəsi qopdu? Biri. Baxın, eten necə idi? CH2. CH2 4-də hidrogenin biri çıxıb və o hidrogen nə ilə əvəz olunub? Xlorla. Vinil, nə deyirlər buna? Xlorid.
Və yaxud da beynəlxalq adı nədir bunu nömrələyəndə? 1 xlor eten. Nə deyirlər? 1 xlor nə deyirlər ona? Eten. Tabii 1 eten demirlər. Onsuz birincidə xlor var. Burada da eten. Bu sigma rabitəni sp2 ilə nə arasında yaranır? P-də. Xlorun bir elektronu var, P-dədir. Halogenlərin sonu necə qutarırdı? NS2, MP5. 7-ci qrupu xırdalayanda S2, P-yə neçədə düşür? 5-də. Və bu karbonda nə hibrid vəziyyətindədir? sp2. Vinil, nə deyirlər ona? Xlorid. Etendən hidrogen neçəsi qopdu? Biri. Maddənin adı nə oldu? Vinil xlorid. İki qata bitişən karbonlar nə hibrid vəziyyətində? sp2, bu da sp2. Sonra biz onun qrafik quruluşunu çəkəndə, biraz da açanda, baxın karbon 4 valentlidir. Burada da 4 valentlidir. Bura nə atomu yazırıq? Hidrogen. Burada hidrogen. Diqqətlə baxın bura. Bura hidrogen. Burada bir xlor. Hidrogendən alır elektron. Neçə 2 oldu? Amma burada bir dənə hidrogendən alır, bir dənə də xlora verir. Onda dərəcəsi nə olur? 0. Alır karbon hidrogendən bir elektron alanda -1, xlora verəndə elektron neçə 1 olur? Müsbət 2 əks işarəli ədədin cəmi 0-a bərabər. Amma burada isə hidrogen verir, hidrogen elektron verdi, bu -2. Birinci karbonun dərəcəsi 0, ikinci karbonun dərəcəsi -2-dir. Karbon hər tərəfdə neçə valentlidir? 4 valentlidir. Sigma rabitə, sigma, 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 sigma. Deməli 5 dənə sigma var və bir dənə də pi rabitəsi var. Pini yaradan hibridləşməmiş pp elektronları atomların mərkəzlərin birləşən xəttin kənarlarından örtülür. Sadəcə onlar burada karbonla xlor arasında rabitə ki var. Bir dənə o sp2 ilə xlorun da bir də elektronu var. P-nin örtülməsinə. Yəni hibridlə bərabər nə formalı? Hantel formalı sp2 budur, karbondur, P-nin örtülməsinə yaranan rabitədir. Belə uşaqlar, bugünlük bu qədər.